Yekaterinburqda Azərbaycanlılara qarşı həyata keçirilmiş və xüsusi təyinatlı ümumi qüvvələrinin iştirakı ilə müşahidə olunan zorakılıq hadisəsi heç bir halda yalnız hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş bir əməliyyat kimi qiymətləndirilə bilməz. Bu tarixən formalaşmış və bu gün də rəsmi Kreml tərəfindən məqsədli şəkildə davam etdirilən etnik və dini təzyiq siyasətinin yeni mərhələsidir. Ümumiyyətlə Rusiyanın dövlət kimi formalaşdığı ilk gündən bu yana yürütdüyü siyasətin əsasında məsələ imperiya məntiqi dayanır və bu məntiqin mahiyyətində isə bir prinsip var. Hər fərqli xalq potensial təhlükədir və deməli onlar ya assimilyasiya edilməlidir, ya da neytrallaşdırılmalıdır. Çox təəssüf olsun ki, tarixin fərqli inkişaf mərhələlərində biz xalqlara münasibətdə nə qədər ifrat güc tətbiqinin Rusiya tərəfindən həyata keçirildiyini və onları assimilyasiya etmək və eyni zamanda neytrallaşdırmaq istiqamətində zorakılıq aktlarının olduğunu aydın şəkildə müşahidə edə bilirik. Hadisələrə tarixi kontekstdə yanaşsaq, bu siyasət məsələ 18-ci əsrdə Çar 1-ci Pyotr tərəfindən şərqi ekspansiya siyasəti ilə başlayır və 1801-ci ildə Gürcüstanın ilhaq olunması, 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələri ilə Azərbaycan torpaqlarının Rusiya imperiyasına qatılması, işğal edilməsi məsələ bu istiqamətdə atılan addımlardır və heç bir halda geosiyasi manevr kimi qiymətləndirilə bilməz. Bu məhz Rusiya imperiyasının Qafqazda müsəlman türk kimliyini parçalamaq və zəiflətmək üçün atdığı strateji addımlardır və 19-cu əsr boyu da eyni imperiya təfəkkürü ilə türk müsəlman xalqları üzərində necə təzyiq mexanizmlərindən istifadə edildiyini müşahidə etmək mümkündür. Müsəlman məktəbləri bağlanılır, din xadimləri təqib edilir, yerli dil və adət-ənənələrə bağlı bütün yanaşmalar sıxışdırılaraq cəmiyyətdən tamamilə yox edilməyə çalışılır və paralel olaraq isə Rus pravoslav kilsəsi dövlətin ideoloji alətinə çevrilir. Necə ki, bugün Putin hakimiyyəti dövründə eyni qaydada bu ifrat və nifrət zəminində olan bu çıxışlar və ideoloji xətt kilsə vasitəsilə də müəyyən formada təbliğ edilməyə çalışılır. 20-ci əsr boyunca da xüsusilə də 1905-1918-ci illərdə Bakıda və Azərbaycanın digər şəhərlərində baş verən hadisələr, erməni-rus silahlı birləşmələri tərəfindən Azərbaycanlılara qarşı törədilən qırğınlar, məsələ Rusiyanın parçala və hökmranlıq et siyasətinin real nəticələri idi. Sovet dövründə həyata keçirilmiş repressiyalar, 37-ci il hadisələri, Azərbaycanda on minlərlə ziyalının güllələnməsi, sürgünə göndərilməsi, türk kimliyinin sistematik şəkildə təzyiq altında saxlanılması da əslində Sovet rejimi üçün ən əsas təhlükə mənbəyinin, əsas faktorun, məsələn, milli özünün dərk olduğunu sübut edən bariz nümunələrdir, tarixi faktlardır və sonrasında SSR-nin dağılması və xalqların yeni azadlıq çıxışları və dövlətlərin öz müstəqilliyini elan etdiyi ərəfədə də biz sistemli şəkildə postsovet dövründə də imperiya siyasəti necə davam etdiyini aydın şəkildə görə bilirik. Xüsusilə 1990-cı il 20 yanvar hadisələri buna bariz nümunədir. Çünki dinc əhaliyə qarşı Sovet tanklarının yeridilməsi, yüzlərlə günahsız insanın qətlə yetirilməsi məsələ Azərbaycan xalqının azadlıq istəyinə verilən imperiya cavabı idi. Sonrasında 1992-ci ildə Xocalıda həyata keçirilən soyqırım hadisəsi məsələ Rus ordusunun birbaşa iştirakı ilə mümkün ola bilir və 366-cı Motatıcı alayın erməni silahlı birləşmələri ilə birlikdə həyata keçirdiyi qırğınlar, soyqırım nəticəsində 613 dinc sakinimiz Azərbaycanlı vəhşicəsinə qətlə yetirilir və bu siyasət çox təəssüflər olsun ki, 20-ci əsrdə də davam etdirilməyə çalışılır. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın sərgilədiyi mövqe, eyni zamanda müharibədən sonra Rus sülh məramlarının bölgədə yerləşdirilməsi, dırnaqarası sülh adı altında Azərbaycanın suverenliyinə təsir imkanlarının artırılması cəhdləri idi. Onların fəaliyyətləri faktiki olaraq separatçılığa dəstək verməyə yönəlmişdi və Azərbaycanın ərazi bütövlüyünü hədəf alırdı. Eyni qaydada Azala məxsus olan Embraer 190 təyyarəsinin Rusiyanın Pantsir S-1 sistemi ilə vurulması nəticəsində 38 dinc insanın qətlə yetirilməsi sözün həqiqi mənasında mülki əhaliyə qarşı müasir texnologiyalarla həyata keçirilən dövlət səviyyəli bir hücum idi və bu beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. Bütün bu faktlar fonunda Yekaterinburqda baş verən hadisəni yalnız bir şəhərdə olan insident kimi təqdim etmək təbii ki, reallıqdan yayınmaq deməkdir, reallıqdan uzaq yanaşmadır və burada konkret açıq məqsədlər var və ən əsas məqsəd Azərbaycanlılara qarşı ictimai şəkildə düşmən obraz yaratmaqdır. Eyni zamanda kollektiv şəkildə onların cəzalandırılması ilə qorxu mühitinin formalaşdırılması. Bu istiqamət Rus cəmiyyətində türk müsəlman kimliyinə qarşı etnik qərəz və nifrət
toxumlarının səpilməsidir ki, atılan addımlar xüsusilə Rusiya mediasında bu zorakılıq hadisəsinin təbliğat vasitəsinə çevrilməsi və hadisənin sadəcə hüquqi deyil, eyni zamanda psixoloji və ideoloji hücum olduğunu da sübut edən faktlardır. Və bu hadisə bizə bir həqiqəti bir daha xatırladır ki, Rusiya imperiya instinktlərindən heç vaxt imtina etməyib və bugünkü Kremlin əsas siyasəti də məsələ keçmiş Çar Rusiyası və Sovet İttifaqının etnik idarəetmə modelinin davamıdır. Bu etnik təmizləmə siyasətinin təzahürləridir. O modeldə isə türk müsəlman kimliyi ya susdurulmalıdır, ya da assimilyasiya edilərək neytrallaşdırılmalıdır və bu istiqamətdə atılan addımlar da 21-ci əsrdə Putin hakimiyyəti ilə davam etdirilməyə çalışılır. Yekaterinburqda baş verən hadisə ona görə də sadəcə bir əməliyyat deyil, bu bir ideoloji mesajdır və rəsmi Kremlin unutduğu bir məqam var ki, 21-ci əsrdə orta əsrlərdəki imperiya yanaşmaları ilə dövlətləri və xalqları assimilyasiya edə bilməz. Onların suverenliyini göz ardı edə bilməz. Onların azadlıq ruhuna təzyiq göstərə bilməz. İstəsə də istəməsə də dövlətlərin suverenliyinə və xalqlarına və azadlığına hörmət etməyi öyrənəcək. Tarix artıq imperialist maraqların istədiyi istiqamətdə təkərrür etməyəcək və çünki yeni tarix, müasir tarix o imperiyalarla, Rusiya imperiyası tərəfindən deyil, məsələ bu azadlığını tək başına mübarizə yolu ilə əldə etmiş xalqların və dövlətlərin uğurlu addımları ilə yazılıb və müasir tariximizin müəllifi bizik və bizim taleyimiz haqqında iradəmizdən kənar heç kim qərar verə bilməz və imperialist maraqların hər hansısa bir formada bizim yerləşdiyimiz coğrafiyada və regionda təsir gücü yoxdur. Ona görə bu atılan istiqamətlər bir daha onu göstərir ki, çox təəssüflər olsun ki, Rusiya regional proseslərdə əməkdaşlıq, sabitliyə töhfə vermək istiqamətində addımlar atılmaq əvəzinə, bu istiqamətdə real konstruktiv yanaşmalar ortaya qoymaq əvəzinə dövlətlərə və xalqlara münasibətdə təzyiq mexanizmlərindən istifadə edərək həm parçala və hökmranlıq et, həm də dövlətlərin tabe edilməsi istiqamətində ifrat güc istifadəsini tətbiq etməyə cəhd edir. Bu heç bir halda uğurlu ola bilməz. Heç bir halda hər hansısa bir formada proseslərin gedişatına ya da yeni reallıqların dəyişdirilməsinə təsir gücünə sahib ola bilməz.